Mən tam səmimi cavab verəcəm. Bəlkə biraz hansısa məsləkdaşlarım buna əsəbləşərlər, sevməzlər məni. Məncə həkim ilk öncədə adam olması lazımdır. Bilirik ki, müğənnilər səhnədə musiqiçiləri, aparıcılar operatorları, montajçıları, həkimlər isə tez-tez bu komanda işidir deyərək əməliyyatda iştirak edən həmkarlarını tərifləyirlər. Sizcə bu səmimi bir təşəkkürdürmü, yoxsa həmrəyliyi qorumaq, heç kimi incitməmək üçün deyilmiş diplomatik bir ifadədirmi? Doktor, bu doğrudan səmimi təşəkkürdür, yoxsa ehtiyat tədbirdir? Birdən tibb bacısı inciyər, ya da anesteziolog küsər deyə. Komanda işidir demək, dostları incitməmək üçündür, yoxsa həqiqətən tək işləmək mümkün deyil? Mən öz ixtisasımda deyirəm, ürək cərrahı olaraq tək işləmək mümkün deyil. Çünki ürək cərrahiyyəsi biz bu elmi Türkiyədə öyrənəndə bizim müəllimlərimizin ilk sözü, hocalarımızın kalp cərrahisi bir ekip işidir. Yəni bu mənim ruhuma hopdur. Dolayısıyla mən də bir komandam olduğu üçün və ya bu komandanın bir üzvü də mən olduğum üçün çox xoşbəxtəm. Kəsinliklə və kəsinliklə tam bir mütəxəssis olaraq, professional olaraq həkimlik, cərrahiyyə bir ekip işidir, komanda işidir.